əsrlər boyu türk tarix yaradıb. Gün doğandan gün batana, gün batandan gün doğana, böyük çölə bir çox imperatorluqların, dövlətlərin adını yazdırıb. Bütün bunların sələfləri olan bugünkü türk dövlətləri, muxtar respublikalar və azsaylı türk topluluqları Türkün möhtəşəm tarixinin olduğunu, Avrasiya sahibliyini bir daha sübut edir. Avrasiya yalnız ərazicə sahib deyildi. Onun qədim və zəngin mədəniyyəti tarix boyu bədxahlar tərəfindən danılsa da, başqalarının adına yazılsa da, bütün Avrasiya məkanını ağuşuna alaraq orada yaşayan digər xalqlara güclü təsir göstərmişdi. Nəticədə bu xalqların mədəniyyəti də ümumtürk mədəniyyətinin təsiri altında formalaşmışdı. Bugün Türkün siyasi və hərbi gücünə keçmişdə yaxşı bələd olan bir sıra xalqlar qədim və zəngin, eyni zamanda özünə məxsus türk mədəniyyətinə, tarixinə iddialıdırlar. Lakin arxeoloji qazıntılardan əldə olunan maddi mədəniyyət nümunələrinin türk etnik mənşəyini danmaq mümkün deyil, hərçənd ki, buna cəhd göstərənlər var. Bu möcüzələrin bir çoxu Pazırıq arxeoloji mədəniyyətinə aiddir. Bu da Dəmir dövrünə, yəni eramızdan əvvəl 6-3-cü əsrlərə təsadüf edir. Hazırda bu mədəniyyətin aid olduğu torpaqlar Qazaxıstan, Rusiya və Monqolistan ərazilərinə düşür. Pazırıq mədəniyyəti ilk dəfə Vasili Radlov tərəfindən 1865-ci ildə aşkar edilmişdi. 1929-cu ildə akademik Sergey Rudenko burada tayfa başçısına aid qəbir tapmışdı. Rudenkonun tapıntıları arasında xovlu xalı öz qeyri-adiliyi və yaxşı saxlanması ilə diqqəti çəkir. Pazırıq xalısı adı ilə məşhur olan qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan bu xalı Peterburq Ermitajında saxlanılır. Xalçalarımızın bədii xüsusiyyəti və məzmunu əsasən onları bəzəyən ornamentlərdən asılıdır. Çünki ornament tətbiq olunduğu sənət nümunəsini bəzəməklə bərabər onun məzmununu da üzə çıxarır. Xalça üzərindəki təsviri elementlər təkcə estetik xarakter daşımır. Onların hər biri özü özlüyündə xüsusi rəmzi mənalar da kəsb edir. Məsələn,
Qarmaqlı rombvari bəzək elementi keçmişdə bolluq, bərəkət anlayışları olub. Bitki, torpaq və qadının rəmzi sayılırdı. Türk xalqlarında həmin işarə əmin-amanlıq və bərəkəti bildirir. Uğurlu ov və bol yem mənasını verir. Pazırıq atlılarının quruluşuna baxaq. Pazırıq atlısı və pazırıq atı üzərindəki keçə od şəklində saçaqları kəsilmiş formadadır. Üzərindəki elementlər tam şəkildə türklərə, bugünkü türklərə aid elementlərdir. Atın quyruğunun düyünlənməsi. Atın quyruğunun düyünlənməsi ayrıca bir fəlsəfədir. Çünki bu başqa xalqlarda özünü o qədər öz göstərmir. Bunun bəzi alimlərin atın quyruğunun düyünlü olması pazırığın deməli ölü törəninə aid olması məsələsini ortaya qoyur. Amma əslində bu düzgün fikir deyil. Çünki atların quyruğunun düyünlənməsi türklərdə bir törə qanunu, qədim bir qanun olub. O müxtəlif ayinlərdə də istifadə olunub, döyüşlərdə də hətta istifadə olunub. Sürətli döyüşlərdə bəzi hallarda quyruğu açıblar, çünki quyruq istiqamət verəndir atların çapmasında. Müəyyən rituallarda, marşlarda, müxtəlif o qələbə ritualını keçirəndə atların quyruğu düyünlü olubdur. Çox maraqlıdır ki, pazırıq xalçasının toxuma istiqamətinə görə ana haşiyəsindəki sol tərəfdəki küncdən iki təkərin üzərindən pazırıq atlılarının düzülüşü başlayır. Və bu ayın çıxması istiqamətinə görə atların düzülməsi prosesi baş verir. Və çox maraqlıdır ki, iki təkərin arasından atlıların hərəkətinin başlanması hansısa bir köçün, hansısa bir fəlsəfəni, hansısa bir düşüncəni, inancı əhatə edir. Və bu iki təkərin iştirakı yalnız bir nöqtədə baş verir, yəni ana haşiyədə. İkinci dəfə təkərlərin yenə də xalçanın toxuma istiqamətinə görə sol küncündə qrifonların düzüldüyü yerdə başlayır. Və 4 dənə təkərin iştirakı pazırıq xalçasında baş verir. Atların bəzənməsi. Atların hiss olunur ki, ayaqlarına lentlər dolanmışdır. Başlarında qotazlar vardır. Sinəbəndlərdən qotazlar sallanıbdır. Eyni zamanda atların yalları hörülmüşdür. Türk boylarından bəyzadələrin atlarına bənzəyir. Onların sanki xalça boyu düzüldüyü marş onların hansısa məqamını göstərir. Və məqam da nəyə görə? Məqam xalçacığın üzərindəki elementə görədir. Çünki biz bilirik ki, tutaq ki, qoç elementi. Qoç elementinin bu günlərə məlum olan simvolları hansılardır? Qoç elementi, əgər qoç elementi üzü yuxarıdırsa, cəsarətin simvoludur, xeyir-bərəkətin simvoludur. Əgər üzü şərqədirsə, cürətin simvoludur. Çünki artıq cürət başqa bir psixoloji durumu ortaya qoyur. Eyni zamanda yaz günəşinin işarəsidir. Deməli, bir işarənin müxtəlif istiqamətlərə düzülməsi məna baxımından dəyişir.
Xalçaların mənşəyini öyrənmək üçün tədqiqatçılar müxtəlif axtarış üsullarından istifadə edirlər. Əlbəttə ki, hər bir tədqiqatçının öz yolu, öz axtarış tərzi olduğu kimi, xalçaçı rəssam Məmməd Hüseyn Hüseynovun da öz yolları var. Ümumiyyətlə, xalçaçılıq sənətində xalçanın araşdırılmasını bir istiqamət üzrə yox, 7 istiqamət üzrə araşdırmaq daha mətləbə uyğun hesab olunur. Bu nədir? Bu günləri müasir dünyada xalçanı araşdıran insanlar onun oxşarlıq istiqamətində araşdırırlar. Yəni, bənzətmə şərti üzrə araşdırırlar. İkinci şərt uyğun gəlmə üzrə, yəni uyğun gəlmə şərti üzrə araşdırırlar. Amma digər şərtlər ortada var. Məsələn, tarix üzrə, yəni interval üzrə axtarış şərti. Teoloji şərt üzrə axtarış, yəni burada dini inanc baxışları da ortaya qoyula bilir. Və yaxud da semantik şərt üzrə axtarış, estetik şərt üzrə axtarış və ağac şəkilli axtarış. Pazırıq xalçasının mən axtarışını ağac şəkilli axtarış üzrə aparmışam. Yəni, bütün şərtləri bura qoşmuşam ki, element konkret olaraq öz ifadə tərzini ortaya qoya bilsin. Ara sahə 24, ara sahənin ətrafında bizim orada 3 zəncirəmiz, bir ana haşiyəmiz, bir də böyük bala haşiyəmiz var. Xalçanın ana haşiyəsi 28 sayda hər tərəfdə 7 atlının iştirakı olmaqla addımlayan atlılardır. Bala haşiyədə 24 sayda hər tərəfdə 6 sayda maral, buynuzlu, yəni sığına bənzər maral. Mən sığına bənzər ona görə deyirəm ki, o maralın quruluşu demək olar ki, sığına bənzərdir. Yəni, artıq bu şimal marallarına bənzəyir. Və 3 dənə də zəncirə. Zəncirələrin ikisi qrifonlarla əhatə olunub. Biri isə ara sahədəki şanagüllənin, yəni hun gülü adlandırılan elementin deməli, tərtibi ilə əhatələnmişdir. Deməli, xalçada əsas araşdırılan elementlər oldu hun gülü, atlılar, maral, qrifonlar və yenə də şanagüllə. Araşdırmalar göstərir ki, bir-birinə zid iki qüvvənin, xeyri təmsil edən Simurqla şəri təmsil edən əjdahanın mübarizəsini göstərən bir sıra xalçalarımız da var. Azərbaycan xalçalarına 15-16-cı yüzilliklərdə Avropa rəssamlarının əsərlərində tez-tez təsadüf edilməsi onların ölkəmizdən çox uzaqlarda da məşhur olduğunu bir daha təsdiq edir. Xalçalarımızda əjdaha motivinə geniş yer verilməsi əbəs yerə deyildi. Çünki o, uzaq keçmişdən Türk xalqlarının həyatında, məişətində, folklorunda, inanc sistemində əhəmiyyətli yer tutmuşdu. Əjdaha fars sözüdür. 11-ci yüzillikdə Türk lüğəti divanının müəllifi Qaşqarlı Mahmud göstərir ki, türklər əjdahaya əvvəllər buka deyiblər. Uğrunda bu günləri əsasən də o mənfur qonşuların çox böyük mübarizəsi var. Əjdahanı məhz bugünkü ərazilərinə aid edirlər və əjdaha elementi bunların yaratdığı kimi ortaya çıxmaq istəyir, bunların fikrinə görə. Amma əslində əjdaha xalçası, əjdaha elementi bəzi alimlər, hətta Lətif Kərimovun da fikrinə görə bu uzaq şərqdən bizə gəlmiş elementdir. Mən bu fikrə qarşı biraz çıxdım və gördüm ki, doğrudan da əjdaha elementi, əgər qayüstü rəsmlərdə onların cızımlarda obrazı varsa, bu daha qədim dövrlərdə bu element bu ərazilərə də aid ola bilərdi və aiddir də. Çünki əjdaha elementinin Azərbaycan xalçalarında biz sadalasaq, onların təqribən 70-ə yaxın adı vardır. Amma digər xalqlarda bu yoxdur. Orta əsrlərdə hətta əjdahanın div obrazı adında da işlətməyə başlamışdılar.
Əjdaha elementini bugünkü Azərbaycan xalçalarında biz müxtəlif simvollarla adlandırırıq. Məsələn, suyu himayə edən güc, Humay quşunun başqa bir obrazı, yerə enmiş əjdaha, bulut, qoruyucu ünsür, qızıl qoruyan əjdaha, qara yer əjdahası, bugün ilanları da qara yer əjdahası kimi ortaya qoymaq olur. Göründüyü kimi bir elementin müxtəlif istiqamətlərdə mənası canlandı. Xalçalarımızda əks olunan yüzlərlə müxtəlif şəkilli heyvan, insan təsvirləri, əşyalardan, damğalardan ibarət olan ornamentlər bəzən real və sxematik şəkildə tətbiq olunur. Bu ornamentlərin keçdiyi tarixi yola nəzər yetirsək, onların real vəziyyətdən mücərrədliyə doğru inkişaf etdiyini görərik. Maraqlıdır ki, bu tarixi inkişaf yolunda təsviri və ornamental motivlər nə qədər öz simasını dəyişsə də, anlaşılmaz olsa da, onların adı, mənası itməyib, bugünə qədər yaşayır. Məsələn, xalçacı qadınlarımız indi də qarmağa bənzər ornament elementinə əjdaha, üçbucağa oxşar bəzəyə dəyə, başları haçalanmış bəzəyə isə qoç deyirlər. Bütün bunlar ondan irəli gəlir ki, xalçalarda olan təsvirlər və onların adı nəsildən nəsilə keçərək toxucunun həyatı, məişəti, dünya görüşü ilə sıx əlaqədardır. Ona görə də xalçada olan naxışlarla onu yaradan xalqın tarixini, folklorunu, hətta mifologiyasını belə izləyə bilərik. Şahsevənlərin toxuduqları xalçalarda ki elementlər məhz Pazırıq xalçasının, atılıların xalçacığı üzərindəki elementlərin təkrarıdır. Və həmin elementlərin biz bu günləri nə fars xalçalarında, nə fars dilli xalqların xalçalarında, nə də digər xalqların əsasən də bu elementlər istifadə olunur Azərbaycan xalçaçılıq sənətində. Maralların bədənində, yəni onların gövdəsində olan simvolları araşdıranda doğrudan da Pazırıq xalçasının yaradan o rəssamın, onu yaradan sənətkarın türk mədəniyyətini nə qədər gözəl bildiyi və nə qədər bu şeyləri ortaya düzgün qoyduğu meydana çıxır. Təsəvvür edin, maralın gövdəsində olan simvollar 4 fəsli ifadə edə bilir. Maralın arxa budunun üzərindəki günəş və ay elementi, onun qabaq budunun aşağı hissəsində kötan elementi. Çünki kötan bilir ki, qədim skiflərə, türklərə verilmiş ilahi sovqatlardan hesab olunur. Maralın buynuzu günəşi ifadə edən buynuz obrazı və buynuz orada ayrı-ayrı şaxələrlə deyil, bir gövdədən ayrılan şaxələrlədir. Və yaxud da maralın boynuna atılmış xamut, hansı ki boyunduruq simvolunu ifadə edir. Maralın burnundakı buruntağı, maralın ayaqlarında atlar kimi bəzənmiş deməli lentlər və onun cinsini bildirən orqan. Bu maralın sırf türk mədəniyyətində çox mühüm bir simvol olduğu ortaya qoyur. Çünki qədim türklər atı əhəlləşdirənə qədər maraldan artıq istifadə edirdilər. Maralın 24 sayda düzülüşü tamamilə maraqlı bir funksiyanı ortaya çıxarır. Yəni, maralın boylarla əlaqəsi varmı? Burada maralın boylarla əlaqəsi yoxdur. Yalnız və yalnız təbiət və ilahi varlıqlarla, kosmogonik ünsürlərlə əlaqəsi vardır. Və bunların tərəflər üzrə altı düzülməsi də hələ də müəmmalı olaraq qalır. Çünki biz o dövrün, tamamilə o dövrün insanların düşüncəsini, o dövrün tarixi, təbiətlə bağlılığı,
kosmosla, inanclarla bağlılığını tam şəkildə öyrəndikdən sonra biz bu barədə qəti qərara gələ bilərik. Xalçaçı rəssam Məmməd Hüseyn Hüseynov uzun illərdir ki, pazırıq xalısını öyrənməklə məşğuldur. Xalının quruluşu, naxışları, motiv və rənglər, toxunma texnologiyası, boyaların mənşəyi, istifadə olunan məmulat və digər detallar tədqiqatçı üçün bəzi suallara cavab tapmaqda mayak rolunu oynaya bilər. Biz pazırıq xalçasının birbaşa görünən obrazını Azərbaycan xalçalarında görməsək də, amma onun kodlu şifrələrini bugün biz Azərbaycan xalçalarında görürük. Amma bu o demək deyil ki, pazırıq xalçası Azərbaycanda toxunub. Bu o deməkdir ki, bu türk təfəkkürünün məhsuludur. Yəni, bu günləri əgər mən bir xalçası rəssam kimi Azərbaycana həsr etdiyim bir irsi ənənəni qoruyan bir xalçanı mən bugün Avstraliyada köçüb toxsam, o Avstraliya xalçası adlanmayacaq. Çünki ora köçən rəssam, orada gedib yaşayıb o xalçanı toxudan rəssam bir türk mənşəli insandır. O dünyanın hansı nöqtəsinə geçsə yaratdığı xalça yenə Azərbaycana aid olacaqdır. Biz onu Avstraliyaya aid edə bilmərik və yaxud da digər ölkə aid edə bilmərik. Ona görə burada təfəkkür məsələsində pazırıq xalçası bizim türklərinin təfəkkürünə tam uyğundur. Bu günləri Azərbaycan türklərinin xalçalarında pazırıq xalçacığındakı, yəni atlıların üzərindəki ayrı-ayrı şifrələnmiş elementlər bugünkü xalçalarımıza tam uyğun şəkildə uyğun gəlir. Çox maraqlıdır. Qoç formaları, buruq, piçək adlandırdığımız element, əcdaha adlandırdığımız element. Qrifonlar ümumiyyətlə ilk dəfə xalçaçılıq sənətində rast gəlinir pazırıq xalçasında. Bunların sayı 69-dur. Çox maraqlıdır. Qrifonlar qızıl qoruyan adı kimi orada da canlanır. Biz də bilirik ki, pazırıq kurqanlarında çıxarılan qiymətli zinət əşyaları, qızıllar, bunlar hamısı Ermitaj muzeyində, digər Rusiya muzeylərində, Avropa muzeylərində sərgilənir. Və qədim türklərin zinət əşyaları vasitəsilə və xalçalar vasitəsilə qoyduğu ismarcılar uzun müddətli düşüncə tərzinin əlamətləri idi. Onlar bilirdilər ki, bəzi şeylər çürüyə bilər. Məsələn, geyim məsələsində pazırıq kurqanındakı geyimlər doğrudan da çox möcüzəlidir. O zamanın insanları üçün geyim çox qiymətli bir şey idi. Və onlar yuyulmurdu. Onlar əyində uzun müddət gəzdirilirdi. Və onların gəzdirdiyi geyim insanın bədənindəki efir yağları ilə yağlanır, insanın bədənindəki çişlərlə liflərin toxunma arasında dolub kristallaşır və ona görə də məhz kurqanda onların donub 3000 il ərzində qalması mümkünləşmişdir. Əgər onların arasında boşluqlar olsaydı, onlarda çürümə daha tez baş verə bilərdi. Axırıncı pazırıq kurqanında tədqiqat aparan Natalya Polosmak keçən bizdə bir may ayında bir simpozium oldu, o da dəvət olunmuşdur. Biz onunla bir söhbət etdikdə çox maraqlı faktlar qoydu. Axırıncı demək olar ki, orada tədqiqat aparan alimlərdən bir qadın alimdir. Bölüşdük biz fikrimiz pazırıq xalçası ilə bağlı və bu alimin pazırıq xalçasının məhz türk xalçası olduğunu öz dili ilə dediyi məni çox sevindirdi. Azərbaycan xalçaçılıq tarixini ümumtürk tarixindən çıxartmaq
qədim və zəngin xalçaçılıq sənətindən, keçəçilikdən, onunla bağlı təsərrüfat sahələrindən, təbiətindən, mifologiyasından, dini inanc sistemindən uzaqlaşmaq deməkdir. Digər xalqların dünyanın ən qədim xalısı olan pazırıq xalısına əsassız iddialarından fərqli olaraq biz demirik ki, o Azərbaycanda toxunub. Deyirik ki, o bizim də daxil olduğumuz bənzərsiz, tayı bərabəri olmayan türk mədəniyyətinə aiddir və burada bizim də bir türk xalqı olaraq payımız var. Pazırıq xalçasının müəmmaları demək olar ki, tamamlanmır. Yəni bu xalçanın təbiət tərəfindən 2500 il qorunub qalmasının yəqin ki, ilahi bir hökmü, ilahi bir səbəbi var idi. Bu səbəbsiz deyil. Çünki hər bir təbiətdə baş verən hadisə yenə təbiətdəki o enerji ilə uyğunluq təşkil edir. Və eyni zamanda tarix bu başdan, o başdan bir-biri ilə kəsilmir. Sadəcə olaraq insan öz yaşadığı zamanında istəyir ki, tarixin keçmişinə varsın. Ümumiyyətlə, pazırıq xalısının türk təfəkkürünün əksini, yəni daha doğrusu türk təfəkkürünü ifadə etməsi sözsüzdür. Artıq müasir dövrdə tədqiqatçılar bir növ anlamışlar ki, türk mədəniyyəti, türk tarixdə çox mühüm bir və tarixin çarxında mühüm bir iş görmüş və tarixin çarxını dəyişən bir qövm olmuşdur. Və onun mədəniyyəti bu günləri Kurqan mədəniyyətindən bir söhbət etdik. Kurqan mədəniyyəti heç də Misirdəki ehram mədəniyyətindən geri qalmır. Çünki Kurqan mədəniyyəti bir həyat tərzinin, bir təfəkkürün yerin altına köçüb qorunması idi. Özdə harada düşünülmüş şəkildə Dağlıq Altayın buzlaşmış nahiyəsində. Və onlar hiss edirdi və bilirdilər ki, təbiət bu ünsürləri, qoyduqları bu mirasları qoruya biləcək və qorumuşdur da. Çünki hətta ən isti olan dövrlərdə belə Kurqanın üzərindəki daşların, soyuq qayaların soyuq halda qalması belə aşağıdakı deməli xəzinələri, aşağıdakı türk mədəniyyətinin ismaclarını qoruya bilmişdi. Türk gün doğandan gün batana, gün batandan gün doğana ürəyi kimi geniş torpaqlarda at çapıb, qılınc çalıb, ox atıb, tarix yaradıb. Maraqlıdır ki, tədqiqatçılar türklərin həm qərbə, həm də şərqə gəlmə olduqlarını söyləyirlər. Bu da türkün yaranma tarixinin insanlığın özü qədər qədim olduğundan xəbər verir.